Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Biz keçən verilişimizdə sehr və cadıdan danışdıq və orada sehr və cadının var olmasından, halal və haramlığından danışdıq və dedik ki, bizim bu verilişimiz silsiləvari olaraq davam edəcək və biz bugün də həmin sehr və cadı mövzusunu davam edirik və yenə də bəzi orada qaranlıq qalan, bizlər üçün qaranlıq olan sualları yenə də sizlər üçün cavablandıracağıq və bizim ilahiyyatçı Şahnaz bacımız həmin sualların davamını inşallah bugün bizlər üçün danışacaq və sehr və cadı haqqında olan, bizlərə verilən sualların davamını gətirəcək inşallah. Salam Şahnaz xanım. Salam Sevinç xanım. Yenə xoş gəlibsiniz bizim stüdyomuza. Və Şahnaz xanım, biz keçən dəfə siz dediniz ki, sehr və cadı var və bu qətiyyən dinimiz baxımından haramdır. İndi biz bilmək istəyirik ki, bunun elmi əsası varmı? Yəni, bu xurafatdırmı, yoxsa elm bunu təsdiqləyirmi? İnşallah bu sualı bizlər üçün aydınlaşdırın. Bismillahirrahmanirrahim. Həsbiyallahu la ilahə illahu və aleyhi təvəkkəltu və huvə rabbul ərşil əzim. Bəli, Sevinç xanım, dediyiniz kimi ola bilər ki, indiki zamanda necə ki, bəzi şeylərdən xurafat olaraq istifadə edirlər, sehr və cadudan da xurafat kimi istifadə etsinlər. Amma biz bunun iki cür elmi izahını verə bilərik ki, bir elmi izahı budur ki, metafizik adlanan bir elm ki var. Yəni bizim gözlə görmədiyimiz, laboratoriyanı təcrübə edə bilmədiyi, amma insanlara təsir edən və ətrafda olan varlıqlar var ki, onlardan biri də Qurana əsasən cinlər və bəzi mənfi varlıqlardır ki, bunların insanlara təsirini görürük. Və bu elmi bizim xurafat adlandırmağımız həqiqətən də biz burada iki dənə alimin adını çəkə bilərik ki, biri fizika, kimya alimi olan İbn Sina'dır ki, İbn Sina kimi bir alimi xurafatla ittiham etmək həqiqətən də hörmətsizlik olar. Bəli, bir də Nəsrəddin Tusi ki, riyaziyyat, cəbr, həndəsə alimi olan bu iki elmin bu elm haqda, yəni sehr və cadu haqda bəhsləri olubdur. Yəni bu kimi alimləri sehr və caduda ittiham etmək bu alimlərə hörmətsizlik olar. Və hipnotizm özü bir elmdir ki, insanlar bundan bəzən əyləncə üçün istifadə ediblər, amma özü sehirin bir növüdür. Ki, bununla insanları ya yatızdırıb müalicə edirlər, ya da ki, danışdıraraq müalicə edirlər. Yəni, bunlar gözlə görünməyən və laboratoriyanı ələ gətirə bilmədiyi bir elmlərdir ki, dəlili və sübutu var ki, bu elmlər var. İkinci cavabımız budur ki, təcrübə yolu ilə əldə olunan nəticələr. Ki, burada məsələn, bəzən görürsən ki, insanların psixoloji problemləri olur və bu zaman insanlar həkimə, tibbə, psixoloqlara müraciət edir, amma nəticə ala bilmirlər, şəfa tapa bilmirlər. O zaman bu elmi həqiqətən də bilən birilərinə müraciət edirlər və onların vasitəsindən, belə deyək, şəfa tapırlar. Və bu təcrübələr onu göstərir ki, biz dedik ki, bir, elm əsaslarımız və ikinci də təcrübələr bunu göstərir ki, bu elmin özü, əsası var. Deməli, sehr və cadının elmi əsası var. Bəli. Bəli. Şahnaz xanım, indi biz bilmək istəyirik ki, yəni dediyi elmi əsasları var. Bir insan haradan bilə bilər ki, ona sehr və cadu olunub? Bunun əlamətləri nədir? Məsələn, ya mənə olunub, ya bir başqasına olunub. Biz özümüzdə hansı əlamətləri görsək, onun deyərək ki, bizə sehr olunub. Bəli. Onun əlamətləri nədir? Aşkar. Biz ki, bunu qeyd etdik, yəni biz ki, deyəcəyimiz nişanələr və əlamətlər
təcrübələrə və alimlərin dediklərinə əsasəndir. Yəni burada bizim dediklərimizdən bir çıxarları, yəni belə deyək, insanları xurafata çəkmək niyyətimiz yoxdur. Əlbəttə Ki, məsələn, bizim bu dediklərimizdən bir çıxarış eləməsinlər ki, misal olaraq bunları dedilər və artıq nədir? Bu var. Yəni dediklərimiz sadəcə olaraq indiki zamanda sehirkarlar və cadugarlar bundan çox suyu istifadə etdikləri üçün bu ona görə də xurafata gedir və ola bilməz ki, bir insan yəni daha çox bu cürədir ki, insanlar sehr və cadugara müraciət etdikdə çox vaxt deyirlər ki, bəli, sənə sehr və cadu olunur və o həyat, o ev yoxdur ki, gedib oradan misal olaraq nəsə çıxartmasınlar. Yəni biz görürük ki, bundan çox vaxt sehirkarlar, ya cadugarlar, ya falçılar suyu istifadə edirlər. Amma bizim dediklərimiz ki, bu saydıqlarımız var, yəni nəticələr və alimlərin dediklərinə əsasəndir. Bəli, bu insanlardakı sehr və cadu var, özlərində bir dəyişiklik hiss edirlər. Yəni əvvəlkinə nisbətən məsələn işində, ailəsində, dostlarında daha çox problem yaşayır. Bəli. Yəni belə deyək, durduq yerə bir insanlarla səbəbsiz. Bəli. Və çox vaxtı yəni bu kimi şeylərlə rastlaşırlar. Hər şeyə həvəssiz olmaqları ki, məsələn süstlük, tənbəllik yaranır. Üçüncüsü budur ki, heç nədən ailədə, işdə dava düşür, yəni problem yaranır. Bəli. Dördüncü budur ki, axşamlar, xüsusən gün batdıqdan sonradır, insanlarda sıxılma, darıxma olur ki, bunu məsələn insanlarda var və yenə də qeyd edək ki, Sevinç xanım, bizim insanları xurafata çəkmək niyyətimiz yoxdur. Biz dediklərimiz təcrübələrə və alimlərin dediklərinə əsasəndir. Çox sağ olun Şahnaz xanım. Və bizim axırıncı sualımız sizə budur ki, yəni biz bu sehr və cadudan necə qoruna bilərik? Nə edək ki, başqalarının kiminsə bizə etdiyi sehr və cadu yəni baş tutmasın, bizə təsir etməsin, təsiri olmasın. Yəni biz onu öz-özlüyümüzə necə batil edə bilərik? Ümumiyyətlə də əvvəlcədən də qorunmaq üçün bəzənlər var ki, məsələn o sehr cadu əslən təsir eləməsin. Bəli. Yəni mən demək istədiyim də odur, necə qoruna bilərik? Bizə təsir eləməsin ya və məsələn cüzi bir miqdarda, cüzi bir şəkildə bizə sehr və cadu olunubsa da biz ona necə qurtula bilərik? Birincisi budur ki, əgər bir insan hiss eləyə ki, və yaxud ona deyilər ki, sənə sehr və cadu olunubdur, o insan qorxmasın, özünü itirməsin, Allaha təvəkkül eləsin. Allahdan başqa, yəni güclü bir şey yoxdur. Bir şey Allahın izni olmadan heç vaxt insana təsir eləyə bilməz. Yəni burada demək istədiyimiz budur ki, Sevinç xanım, həqiqətən insan Allaha təvəkkül eləyə, sığına, bir çox şey insana, yəni başqa mənfi təsirlər təsir eləməz. İkincisi budur ki, hər gün Ayətül Kürsini oxumaq və qulunla başlayan surələri evdə üzü qibləyə tərəf asmaq. Ki, məsələn, o qulunla başlayan surələrimiz var və hər gün Qurani Kərimdən ən az 50 ayə oxumaq. Quranın 2 cüzünü üzərində məsələn gəzdirmək. 2 cüzü, ən azı Qurandan 2 cüz üzərində olsun və həmişə dəstəmazlı olmaq, həmişə özünü və evini təmiz saxlamaq. Hirzimiz var ki, bizim bütün imamlarımızdan bizə çatan hirz var. Hər hirzin özünün bir təsiri, xüsusiyyəti var ki, hirz-i İmam Cavad var. Yəni xüsusən cadu və sehirə aiddir ki, bunun özünün yazılma qaydası, duası və namazı var. Gərək qılınan və insanlar o cürə istifadə edirlər. Yəni olmaz ki, gedərlər elə hirz-i İmam Cavadı alalar və taxalar. Yəni bunun özünün yazılma xüsusiyyəti və duası və namazı var. Bir də budur ki, əqiq üzük taxmaq, sağ ələ əqiq üzüyünü taxmağın bir çox xüsusiyyətləri var. Biri də odur ki, sehr və cadunu insandan uzaqlaşdırır, qoymur təsirin olmaz. Və biri də budur ki, yüksək səslə evdə azan vermək. Yüksək səslə evdə azan verəndə deyir, o mənfi enerjili, məsələn, cindir, şeytandır, bunlar evdən uzaq olurlar və insana təsir edə bilmirlər. Çox sağ olun Şahnaz xanım. Allah razı olsun. Allah inşallah bizi o pis əməlli insanların, şeytanın, cinlərin şərrindən qorusun. Bəli, əziz izləyicilər, biz bugün də geridə qalan o suallarımız ki var idi sehr və cadu haqqında, o sualları Şahnaz bacımız bizlər üçün aydınlaşdırdı, cavablarını verdi. Biz baxıb görürük ki, həqiqətən də sehr və cadu var.
amma haramdır. Sehr və cadıdan biz necə qoruna bilərik? Yəni bir insan, Şəhnaz bacımızın da dediyi kimi, bir insan əgər Allaha imanı ola, daim öz evində Allahı zikr edə, zikr olunan bir evdə heç vaxt ona mənfi təsirlər, ona güc gətirə bilməz, tab gətirə bilməz. Biz sizlərin bizə verdiyi sehr və cadı haqqında olan bütün sualları inşallah ki cavablandırdıq və bizim söhbətlərimizə diqqətlə inşallah qulaq asdıqda, yəni bəyan olur ki, biz orada insanları sehr və cadı tərəfə yönləndirmirik və hər bir insan da deyə bilməz ki, mənə sehr və cadı olunub. Yəni biz gərək bu şeylərə diqqət edək. İnşallah ki, Şahnaz bacımızın da dediyi kimi bizim cavablarımızı elmi baxımından, Qurani-Kərim baxımından da sübut olmuş bir məlumatlardır. İnşallah biz Allah Taalaya həqiqi bəndələrdən olaraq, Allahın daim zikrini edən bəndələrdən olaraq evimizdə öz övladlarımıza, öz yaxınlarımıza və Allah Taala bizləri şeytanın, cinlərin və pis niyyətli insanların şər və batil əllərindən hifz edər inşallah. Bizim sehr və cadı olan verilişimiz bugün sona çatdı və biz sizlər üçün bir neçə sualları yekunlaşdırdıq. İnşallah başqa bir müxtəlif mövzularda gələn verilişlərdə sizlərlə görüşəcəyik inşallah Allah amanında. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.